Qohumların toyuna getməyib, deyim dindaram. Onda da dinə nifrət oyadırıq. Mən dindaram, toya da gedirəm. Ədəblə iştirak edirəm. Hələ başqalarına da örnək oluram. Toya gedirəm. Bəlkə məni kimsə görüb haqq yola gələcəksə, yenə də günahkaram. Olsun da, əsas odur ki, günahın içində özünü təmiz saxlayasan. Mən indi qohumlarımın toyunda iştirak etməyim. Elə buna görə də adam dindən soyuyur. Əsl məsələ budur. Din, insanın istədiyi kimi yaşaması üçün deyil. Çünki Allahın qanunları var və onlardan kənara çıxmaq olmaz. İnsanlar müxtəlif bəhanələr gətirə bilərlər, amma bu haqq deyil. İslam dini, Allahın qoyduğu qanunlar bütün insanlar üçün eynidir. Quran hamının fikirlərinə görə tənzimlənmir. Quran birdir və hər kəs ona əməl etməlidir. İçki və haram məclislər, nə qədər niyyət yaxşı, nə qədər ədəbli otursan da, dindarın orada olması doğru deyil. Oradakı hər kəs günah əhli olur və bu günahın təsirindən uzaq durmaq imanın tələbidir. Dinə bəhanə gətirərək getməsəm, qohumlar inciyə bilər və ya gedirəm, nümunə oluram demək yanlış yanaşmadır. Əslində, haramın içində nümunə olmaq yoxdur. Həqiqi dindarlıq, özünü qorumaq və Allahın qanunlarını pozmamaqla başqalarına haqqı göstərməkdir. Quranda buyrulur, şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? Maidə surəsi 91-ci ayə. Yəni, haramdan uzaq durmaq vacibdir. Niyyətin yaxşı olması haramın içində olmanı halal etmir. Əsl iman, bahanələrə qapılmadan Allahın qoyduğu qanunlara uyğun yaşamaqdır. Unutma, din hər kəs üçün eyni, Allahın iradəsi ilə qoyulmuş qanunlardır. Həqiqi dindarlıq isə haramdan uzaq qalaraq özünü qorumaq və haqqı nümunə göstərməkdir.